Salam herkese. Bugün biz belə bir mövzunu müzakirə edəcəyik. İnternet nədir və onun komponentləri hansılardır? Ümumiyyətlə, internet məlumat əlində əldə etmək və insanlarla ünsiyyət qurmaq üçün smartfon, notebook və ya planşetlərdən istifadə etdiyimiz bir yerdir. Ən sadə formada bir-biri ilə məlumat paylaşan, naqilli və ya naqilsiz əlaqə ilə qoşulmuş iki kompüter, bir şəbəkə və ya kompüter şəbəkəsi yaradır. İnternet isə milyonlarla kompüterin bir-birinə qoşulduğu, dünyanın yüzlərlə ölkəsində yerləşən ən böyük kompüter şəbəkəsidir. Hal-hazırda bu videoya YouTube'da baxırsınızsa, bu o deməkdir ki, sizin kompüteriniz də internetə qoşuludur. Bəs sizin kompüteriniz internetin bir hissəsidirmi? Bəli, elədir. Biz bu cür cihazlara hostlar və ya son sistemlər deyirik. Yəni, sizin kompüteriniz də internetin bir hissəsidir. Bəs internetin digər hissələri hansılardır? Gəlin indi bunu müzakirə edək. İnternetin kənar hissəsində bizim internetə qoşulmaq üçün istifadə etdiyimiz cihazlar yerləşir. Məsələn, şəxsi kompüterlər, serverlər, məlumat mərkəzləri, smartfonlar, təhlükəsizlik kameraları, ağıllı televizorlar, ağıllı saatlar və ya avtomobillər. Bu cihazlara host və ya son sistemlər deyilir. Deməli, son sistemlər internetin kənar hissəsində yerləşir. Əgər biraz daha dərin getsək, məlumatı bir-birilə və son sistemlərə ötürən cihazları görərik. Biz bunlara paket ötürücülər deyirik. Paket ötürücülərinin iki növü var. Marşrutlaşdırıcılar, router və link səviyyəli ötürücülər switch. Son sistemlər marşrutlaşdırıcılar və link səviyyəli ötürücülər rabitə əlaqələri vasitəsilə birləşirlər. Deməli, internetin komponentləri bunlardır. Son sistemlər marşrutlaşdırıcılar, link səviyyəli ötürücülər və rabitə əlaqələri. Son sistemlər, marşrutlaşdırıcılar, link səviyyəli ötürücülər və rabitə əlaqələrinin birləşməsi şəbəkə yaradır. İndi əgər mən YouTube'da video izləmək istəyirəmsə, mənim şəbəkəm YouTube'un şəbəkəsi və ya məzmun təminatçısının şəbəkəsi ilə əlaqəli olmalıdır. Başqa sözlə desək, hər iki şəbəkə internetə qoşulmalıdır. İnternet bağlantısını isə milli və ya yerli internet xidməti təminatçıları ISP'lər təqdim edir. İnternetin əsas məqsədi son sistemləri bir-birinə bağlamaqdır. Buna görə də ISP'lər bir-birinə əlaqəlidir. Bu da bir-birinə bağlı şəbəkələr və ya internet yaradır. Yəni belə deyə bilərik, internet şəbəkələrin şəbəkəsidir. Smartfonlarda biz müxtəlif tətbiqlərdə musiqi, video izləmək və ya mesaj göndərmək üçün istifadə edirik. Bu tətbiqlərə paylanmış tətbiqlər deyilir. Çünki onlar bir neçə son sistem arasında məlumat mübadiləsi aparır. Bu tətbiqlərin işləməsi üçün internet, məlumatın göndərilməsi və qəbul edilməsi üçün istifadə olunacaq bir interfeys təqdim edir. Yəni, belə deyə bilərik, internet tətbiqlərə xidmət göstərən bir infrastrukturdur. Əgər bir şəxs başqa şəxsə mesaj göndərirsə, onun mesajı kiçik hissələrə, paketlərə bölünür. Və qarşı tərəfdə, yəni təyinat sistemində yenidən birləşdirilərək düzgün formada göstərilir. İnternet yalnız bu paketlərin çatdırılmasına cavabdehdir. Paketlərin mətn, şəkil və ya video çevrilməsi isə sizin kompüterinizdə quraşdırılmış tətbiqlər tərəfindən həyata keçirilir. İnternetdəki bütün ünsiyyət fəaliyyətləri protokollarla tənzimlənir. Bəs protokol nədir? Protokol, internetdə işlər standart şəkildə necə aparılacağını təsvir edən qaydalar toplusudur ki, cihazlar bir-biri ilə əlaqə qura bilsin. Məsələn, TCP, IP, HTTP protokolları. İnternet üçün bu standartları müəyyən edən qurum internet mühəndisi tapşırıq qrupu adlanır və onların standartları RFCs, şərh üçün sorğu adlanır. Budur, gündəlik həyatda istifadə etdiyimiz internet. İzlədiyiniz üçün təşəkkürlər.